yeməyin duzu niyə yoxdur? Belədir qardaş, çıx get. Ağzımın içinə girmə də bura. Tərpənirəm burdan. Get başqa yerdə ye. Mən burada yemək. Vermirəm yemək. Bax bir dəqiqə də siz verin, qırılacaq. Camaca bura, dönəni tişləyib vermir pulunu. Bunun üçün pişirib qaqa. Kim pişirib? Aşk olsun. Bu niyə belə? Duzu zadı yoxdur. Sola var da duz qarışdı. Qaqa mənim xoşuma gəlmədi. Bu niyə belə şey? Belədir. Duzu da yoxdur, dad da yoxdur. Yox bildim ya, o müştəri belə pısmasın gəlirsə. Biz belə veririk də. Hazır vəziyyətdə olmalıdır axı. Mənim ağız dadıma uyğun deyil axı. Sana ağız dadıma uyğun deyil, səncə elə bir söhbət yoxdur ki, bunu yemisən, son pulu verməlisən. Mən də vermirəm. Xoşuma gəlmir. Xoşuma gəlmədi. Elə şey var, mən xoşum gəlmədi, mən vermirəm. Ağız dadıma uyğun deyil də. Biz belə Balaca o tərəfdə deyəsən. gəlməzdin də, elə şey olur. İndi normal şəkildə yemək istəyirəmsə, deməli dadına baxmalıyam. Xoşuma gəlmirsə, get deyir səni. Mən deyirəm ki, hal-hazırda sənə bu yeməyin dadı niyə belədir? Belədir qardaşım, mən belə verim. İndi neyiniyim, mən nazirliyə şikayət edeyim sənə. Bağlansın sən nazirliyə. Balaca, gəl bura. Bundan bir qaşıq al. Az ağzılı. Duzu var mı? Dadı nətərdir? Qaqa, sənin xoşuma gəlmir. Gəlmir. Dur çıx. Niyə sıxıram? Dur çıx. Çıxmıram. Dükan mənimdir qardaş, çıx. Gəl görüm sən bəli. Qardaş, deyirəm dükan mənimdir, çıx. Bildim də, bir bəri dur görüm. Sən də çıx. Ayıbdır da, qadın var orada. Sən niyə belə məndən borcu danışırsan ki, aqressiv? Hə, gəlirsən deyirsən ki, o belədir, bu belədir. Deyirəm duzu Bu mən belə yoxdur, aç. tamı yoxdur. Belədir də, biz nə qaraq? Mən də deyirəm ki, buna bir əncam çəkin. Hə, onu biz eləyəcəyik. Qarabağlılar demişəm. Hə, onu biz eləyəcəyik. Və sən mənə nə deyirsən? Hə. Deyirsən, yemisənsə pulunu ver, Onu düzdür? verməlisən əslində. Vermirəm. Vermə, get. Qaqaş, sən mənlə danışırsan. Yox, bir dəqiqə qoy görüm hələ o nə deyir? O heç nə demirsən, mən söhbət... Ay kişi. Qaqaş, sən mənlə söhbət eləmirsən? Balaca, sən bunu apar qırağa, bunu başa sal gəlirəm. Qaqaş, lazım deyil. Vermirəm. Gəl ay oğul, gəl. Gir içəri deyirəm sən. Gəl, onu pişirən mənəm. Müştəri ilə istəyir. Gir içəri. Ver duzsuz Qaqaş, elə. sənə nə lazımdır? Sənə nə problem lazım? Mənə yeməyin duzu niyə yox? Belədir, qardaş, çıx get. Ki, yeməyin duzu niyə yox? Ay kişi, yoxdur. Mən də deyirəm ki, buna bir Get duz başqa yerdə ye. Mən burada yemək Get başqa yerdə ye. Mən burada yemək Vermirəm yemək. Verəsən. Vermirəm yemək. Verəsən. Vermirəm. Pulklara baxırıq axsaqqal. Bax. Neçədir? Nəlidir ki bunlar? Yox, bunlar şeydir. Hə, 80-də. Bir dənə qiymətdir də 70 ya 80. Yox. 70 bunlar simitlər. Simitlər 70-dir, və 80-dir. Nə yeyirsən qaqas? Həm qaqa, ölən nəsə. Şokolad nə var 1 manat? Simitdən bir dənə ver yeyək də. Qoyma, salafana qoyma, burada yeyirəm. O bu nə də? Bu nə də axsaqqal? Ağzıma girdi bu. Simitdir deyim. Ağzıma girdi, simitdir. Gör içində nə var onun? Qiyməti 70 qəpik qoysan. İçindən Mən qoymuram, həqiqət orada yazılır, bax qiymət. ağzıma bir sənə nə girdi? Nə gir? Mıx girdi, nə girdi? Bunun içinə bax ki, belə bir şey ol, simit olar. Məzələnirsən. Bax. Ha, məzələnirsən, buna pul düşmür, yaxsaqqal. Başqasını ver. Ondan vermə, simit vermə. Simit yeməli şey deyil. Bax, mən özümdə işləmişəm, eşitirsən axsaqqal. Qoğal yeyə bilməm, qoğal mədəmə joqa verir. Göstər də nə istəyirsən. Nə yağı ilə bişirir bu? Amma mən nə bilim, mən poveram ama. Pişirənsən, değil mi axsaqqal? Mən pişirmirəm, mənə gətirirlər bunu. Satıcısan? Bəli. Yeməli deyil də, bura yaz ki, yeməli deyil də bu. Əmi valla deyirəm ha, onun içindən Onu yemirəm, mən onu yemirəm. yeyib baxmalısan da. Yer bax. Hala ola. Əmini də öyrə, dayılar burada. Deyirdim də qardaş, mən alıcıyam da. Nəyə baxsan? Sənə bax. Nə işinə də qardaş, mən simit alıram, müştəriyəm mən burada. Başa düşdüm, mən ağsaqqal kişinin necəyəm? Bildim də, qardaş, şimdi qulaq assa, əzizim, səbirli ol biraz. Mən gəlirəm buradan nəsə almağa, düzdür? Yeyirəm, ağzıma düşür. Mıx düşür ağzıma. Necə almayayım? Mən almayayım, başqasını istəyirəm, ağsaqqal deyir, yeməli deyil. Başqasını da ağsaqqal satmır, istirahətdir. İstirahətdə deyil. Hə, Bir gözləyin. dənə verdi ağsaqqal, keks ver oradan.
Satmır. O nə var orada başqa yeməli? Göstər var mənə. Qaqaş elə durub ki, elə bir Yox elə danışırsan, ağsaqqal kişi maaşı işləyir. olsun da ağsaqqal kişidir. Qazanırsansa bu halallıq olmalıdır. Halallığı sən halallıqdan Bax, birinci əzizim, qabaq. yo. Ya halallıqdan qabaq satsan? sən birinci düzgünlüyü öyrən. Sən mənə düzgünlük öyrətmə, əzizim. Olar olmazsa sən maraqlı klientin var, müştərin olmasın. Sən çörəyi qazan, biz burada narahat Mən oluruz. çörəyi qazanıram, mən çörəyi Allah yetirir. Prosu ağsaqqallara düzgün. Qaqaşdan olub, yox şuşma. Mən şey verdim ha, Sən neyi necə yaratmaq istəyirsən, qaqaş? Yaradıram qaqaş. Neyi yaradırsan? Hər şeyi yaradıram mən. Necə yaradırsan? Yaratmaq Allah'a məxsusdur. Ağzımın içinə girmə də, bura. Tərpən nə burdan? Ağzımın içinə Sən girmə. tərpən burdan. Nəsə get verdən. Fərqi yoxdur. Hə, səbiyyəmi bir dənə çəkim. Dava elədim. Adın nədir? Ha? Oruç. Sənin adın gözəldir ki. Oruç. Bir dənə normal yüngül sigaret ver də ucuz olsun, ha, baha olmasın. Çəkim qutarım. Damağıma düşdə pulum verəcəm. Ətlər neçədir? Ətlər 2. Verə bilərsən bir dənə mənə hədiyyə. Hə? Yox. Niyə? Mən özüm satacağım. Bildim də, bax sən satçısan, müdür olsan burada nə işin var? Vermirsən mi burum üstümə? Verərəm də. Hə? Necə yorursan bax. Yorur ha? Yormuram ki səni mən. Yorulansan belə, hə? Verəmirsən. Ətli qoy yerdə. Ayaqqabı nə edirsən? Mən gəlim içəri. Gəl. Salam aleyküm. Ətli də Necəsən? qoy yerinə. Yox, bir dəqiqə də əlsiz. Ver, qoy qırlarsa, yox. Qırlarsa, gözə verim də qırlarsa. Qoy yerinə. Qırlarsa da bağlayım qoyum. Qoy yerinə zəng. Gələ bunda. Ağsaqqal nətərsən? Çox sağ ol. Yadına düşdü? Yox. Keçən dəfə motosikletlə gedəndə riski tormuz verdin qabağımda. Niyə ağsaqqal? Bax niyə heyl eləyirsən? Kim verdi? Sən. Az qala vururdun məni. Sən maska görürüz ki. Hə də sənin nömrən bu deyil. Hə də hə 749. 7 biz gündə bir də maşın sürürük ki, pasları bir. Yox əmi, az qala məni öldürürdün. Niyə? Sağ ol, öldürməmişəm ki. İndi birdən öldüm. Yox, Nə olacaqdı? Ölməli idim mən. Sən ölməli ol. Ölməli idim mən. Saat 5 manatdan zaten bir zəhrim olsun. İş verən də var. Almanya'da. Ha, yaxşı. Hələ bu versin. Dönə neçədir? Ona 2 manat. 2 manat. 2 manat. Nə yersən axı? Yəni şirallah. Dönər 2 manat. Hot dog neçədir? 1.50. 1.50. 1.50-dir yoxsa 1.50-dir? 1.50 Deyirsən 1.50-dir da, indi 1.50 verəcəksən o mənə. Ha. Verirsən qaqa bir dənə dönər yeyək. 2 manatdır da verim. Ver də bir dənə dönər düzəlt. Bir dənə. Ha, xoşuma gəlməsə pulunu verməyəcəm ha. Əvvəl onda pulunu versən. Yox da indi sən dönəri düzəldirsən, ha, xoşuma gəlməsə verməyəcəm pul. Neçə yaşın var? 19. Neçə yıldır sənətdəsən? 4. 4 ildir. Sənətdə yaxşı işdir ha bu. Çörək olur. Çox olur. Belə də. Bu da üstünə verirsən də option. Yox. Niyə? Mən götürdüm onu. 3 manat. Verirəm. Mən dönər alıram da qaqa. Allah xoşum 3 manat. Halal xoşun dedinsə ki, pul istəməli deyirsən sən. Sən də yəni 3 manat. 3 manatı demədi, hər şeydə. Halal xoş deyirsən də adam Qartla nə? ağzından səs çıxar axı, elə şey eləmə də. Sən işçidən nə götürüblər? İşçi əli maaşı işləyir. Nə olsun ki? Maaş var. Maaşı işləyirsən, işləyirsən. Maaş olsa hə. Neçə işləyirsən? Baxır da 20 manat. 20 manat versəm gedirsən evə bu gün. Yox. Görsən deməli sən maaşa işləmirsən. Mən nəyə işləyirəm? Bax dedim ha, xoşuma gəlməsə pulum verməyəcəm. Açığı. Ol belə. Qaqa. Alp verməyəm vur. Oldu. Alp verməyəm vur ha. Sağ. Sən şeydə qancətdi, bunu sən nə qoymuşdun sən? Ha, dönər də ağzıma girdi qaqa. Məzələnirsən sən? Dişim danadır, dişim danadır. Yox. Qaqa, zarafatsız zarafat da eləmirəm baba səndən. Dönər deyir. Başım bıraq. Biləmə indi ödəniş eləyəm. Bunu verirsən mənə? Yox. Bunu verirsən, vermirsən. 3 manat verirsən. Yox, sən 3 manat nəyə verim ki? Sən dönərin içindən dişimə düzəltmişəm də, yemirsən. girdi axı dişimə. Bax indi bax, gəl belə bir şey götürəlim. Adın nə idi? Cavid. Cavid, şad oldum Cavid. Bax indi mənim dişimə girdi də. Mən şikayətçiyəm.
Gözler. Nə zəng edirsən ki? Yok bir yere. Hani nə zəng edirsən də kimi söhbət Müdürə zəng edirlər. edir. Müdiri neysə 2 manata görə müdiri yığar narahat eləyəsən. Yok hayır sen donar pulunu Sən ver. 3 manata görə Ha. müdirə zəng eləyəsən. Ha. Niyə? 3 manat da 3 manat da. 3 manata sənə dönərsən mıx çıxıb. Onu gösterme. Göz utdum getdi. Buradan şeylerden mi kalmasın burada? Mən ödəniş eləmirəm qaqa ona ödəniş düşmür. Başıma işlemsen bana pulunu ver de sen. İşləmişəm. Ha. Sən müştərini yola sal. Donarın pulunu ver de sen. Yox, qulaq as, əxi. Donarın pulunu ver bir daha. Verirəm, bu gözləri cibimdədir, verirəm. Bilmiyorum ver de sen bir daha ver rahat olun. Smart. Biliyorum sen bir daha ver rahat Rahat olun. olma. Sən bir dənə stəkan ver gedim mən. Stəkan yoktur. Biz yetim uşağıq da, bir stəkan ver çay içək. Bilmiyorum sen bir daha 2 manatı ver sonra sohbet edersen benimle. Sən nə söhbət eləyəsən, əxi. Yok hadi donar demirsən verirəm da. Yoxumdur da. Bilmiyorum dişləmirsən qoymusan İndi orada. yoxumdur da. İndi 2 manat istəyirəm İndi sən. bəhanə eləmişəm, yemişəm, vermirəm. Öyle şey olur. Yoxumdur. Yok öyle şey olur. Normal şekilde cevap diyebilirsin ki. Verərdim normal şəkildə. Valla verməz. İstəsəydim verərdim. Mən dedim Baxırda verərsən, indi. vermədin axı. Hadi verəmirəm nə indi? Niyə? Necə yəni ya? Birini də düzəlt. Bilməm sən dişləmirsən. Onda bir dənə normalını düzəlt yeyim. Xoşmayarsa verəcəm. Normal. 4 manat verəcəm. Hayır o kadar adam beğenirsən beğenmirsən. Mən adam öz fikirdə. Mən hər adam deyirəm bax. Zaman gel bura. Donarın dişləyib vermir pulunu. Xoşuma gəlmir qaqa. Deyir xoşuma gəlmir. Belə şey olur. Onda hər gələn Qaqa bax, dişləsin ki xoşuma gətir o gəlmir. dönəri, gətir o dönəri bir dənə zəhmət olmasa. Bax qaqa, yemişəm dönəri, canın şirin olsun. Adın nədir? Camal da. Camal, gözəl ad. Yemişəm, ağzıma mıx batıb. Mıxı da götdüm, indi tulladım tozun içinə. Yəni sümük olar. Sümük, mıx deyirik, ona qılçıq, sümük yəni olur. qılçıq girdi burama. İndi sümük. Amma dadı qəşəng idi. Yo indi bilmirəm. İndi girdi, indi onun günahı məndədir, ustandadır. O heç bilmirsə. Heç, onda mən verməliyəm bu pulu. Ha. İndi baxma da indi. Yox, baxıram da indi mən. Onda olsa verməyib 2 manatı. Ha, şurada onda. Yersən götür. Eyvah. Ya, eybi Amma yox, daha yox. belə eləmə, Yo, eybi belə yox, yox. İndi sən birini də düzəlt, amma mıxsız düzəlt ki, mən sənin pulu verim. Mən dönər Get yemək. qabaqdan al. Usta salam. İşin avan da olsun, yorulmayasan. Mənə bir dənə dönər düzəlt də. Başın güllər üstə. Çoxdan işləyirsən usta? Dönərçidən. 15 il? Ay maşallah. Amma 15 ilin dönərinə oxşamır. Gəl bizim bir dənə usta var, malyardır. Sən düzəldim ora. Olar. Həm xoşuma gəlmədi bu. Qaqa, bəri doğru bir dənə. Bundan bir çiçək al görüm. Dadı yok da. Ne yoktu? Dadı yok da. Usta, mən bunun pulunu vermirəm. Xoşuma gəlmədi. Ama 2 kat pulu vermezsen. Nə etməliyəm? 2 kat pulu vermezsen hepsine. Vermirəm. Niye? Çünki pis düzəltmirsən. Gəl mən sənin yerimə keçim ora, dinənə. Her öz yeri bak. Bildim də. Mən keçirəm ora, bir dənə dönər düzəldirəm. Sen ne demeksin ya? Şimdi neredin sen? Fikrim odur ki, düzəməli düzəltmirsən. Neydi? Yaxşı düzəltmirsən. 1, ət tam qızarmayıb. 2, hər hissəyə görə şarma mayonezi vurmurlar. Mənim məsələn şarma mayonezinə qarşı allergiyam var. Adi mayonez yox. Mayonez oldu. Yani başka mayonez yoktu. Sağda. Əslində olmalıdır, hər bir müştəriyə uyğun. Ayranın duzu tam necə deyərlər, türklər demişən kıvamında olmalıdır. Hər bir vedriyə 6 qaşıq yarım duz yetməlidir. Yani sen bir tane kulak asmıyor. O söyle tekrar alalım. Bəs ona görə mən də deyirəm ki, gəl sənin nömrəvi götürüm. Mənim bir dənə ustam var, adı Şirin ustadır. Malyar işləyir. Gəl sən düzəldim orada işlə. Ver onu yeyib, ver. Hə? Yox, o usta pul verməyəcəm ki. Niyə? Mənim dönərimi niyə aparsan ki? Bildim ya, onu mənə usta onsuz dedi vermə də pulun çıx ki. Pulum yoxsa başqa məsələ. Yaxşı. Onunla nə dəxli ki? Hələ ona dəxil. Düz pişirməyib ona görə. Hə, onu niyə yeyirsən? Ya da yox, həm soğan vurma. Aa ne sağlam böyle. Yox, birdən qız çağırar da mən görüşə çağırar, ayıbdır. Hoş oldu. Sağ ol, əmi. Həm çoxdan işlədirsiniz buranı. 15 euro var. Bax, bunun da adı niyə belədir? Ne var ki? Bunun da adı pislik axı. Balı pislik. Al bundan bir üstə al. Çox xoşuna gəlir. İnan səmimiyyətimə mən sizdən qəşəng düzəldirəm. Xoşuma gəlmədi, yəni. Bu da xoşuma gəlməsə sizə Səhiyyə Nazirliyinə şikayət eləyəcəm. Yaxşı eləyəsin. Nə qədər eləyir? Saat 90 ver.
Amma xoşuma gəlməsə pulumu geri alacağam. Aynı şeydir də, qaqaşa da uzatacaq sənə. Sənə də xoşuma gəlməzsə mən neynəməliyəm? Ağız dadıma uyğun deyil də. Ağız dadına uyğun dönəri də almaz. İndi ona da baxıram da, vəssalam da. Düzəlt usta, düzəlt. Ya da vəbşi istəmirəm. Niyə əsəbləşirsən ki sən, əmi? Niyə əsəbləşir də? Nə danışıram ki, normal şəkildə danışıram da. Sağ salam. Gəl keçək, mən də bir dənə dönər düzəldiyim, verəm müştərilərə. Xoşuna gəlsə orada nə qədər ət var, hamısını pulum verirəm. Yaxşı, get. Razı usta. Get qaqaş. İndi sən usta deyirsən, o mənim problemim deyil ki. Sağ salam. Mən gəlləm yemək yeməyə də, düzdür, sən başqa dönərəm. Allah eləməz. Acmışam ki, gəlləm çörək yeməyə. İndi bu mənim ağız dadıma uyğun deyilsə, o məndən aqressiv danışmalıdır, yoxsa necə? Axı düz danışmırsan. Necə danışım? Dedim xoşuma gəlmir də. Mənim ağız tadıma uyğundur. Sən ağzını neyniyək biz? Nətə necə uyğun olsun? Ağız dadıma uyğun deyil, değil mi? Neyniyim sənin üçün də ağız tadıma uyğun olsun? Sizlə bir problemim yoxdur ki, mənim usta ilə problemim var. Usta da bizim ustadır da. Mən də qayıdıb deyirəm ki, Gələn mən səni yeriyə düzəldim. yerivə Bir düzəldirəm. adam hamısı alır, bir adam girməz, bir də o səndə gəldi. Gözəl insan. Deyirəm ki, mən sənin yerivə dönər düzəldirəm. Allah lazımdır. Hal-hazırda mən sənin kimi usta ola bilməsəm də, normal şəkildə bu işdən də anlayışım var. Mən sənin yerivə keçirəm, orada dönər düzəldirəm. Bir nəfər bəyənməsə, əti qoyursan kiloya, artıqlamasının 2 qat pulum verirəm. Sənin baş dönür. Get bir dənə yiraq. İşlətmə də, onda bağla çıx get. Bir dənə yiraq işlətsən, hə? İşlədirəm də. Ya o da nədir? Ay sağ ol. İndi bəs mənim pulum nə olacaq? Pulun deyil burada. Yemirəm də, xoşuma gəlməz. Niyə? Onda belə çıxır ki, hər müştəri xoşuna gəlməyəndə pulu batır, alırsın. Səninlə bərabər qaqaş da yedir. Mən gəlməmişəm burada qarın doyuzdurmağa, hər obyektdən bir şey alım, şey eləyim. Özü yaxşı, Gözəl nə insan. gəlmirsən? Prost sadəcə bir şey demək istəyirəm də. Yaxşı, deyəlim ki, bunların indi mayonezin vurursan, duzlu xiyarın vurursan, düzdür, hamısının yerindədir. Allah köməyiniz olsun. İndi mən bundan zəhərlənsəm nə olacaq? Sən zəhərlənsən gələrsən, mən sənə müalicə verirəm. Gələnməyəcəm, mən səni sorardan tapa biləcəm. Mən gələrəm. Onda ver də nömrəni sən mənə. Sən məşğul ol da. Verin də zəhmət olmasa nömrəsi. Bəlkə zəhərləndim. Sən özün ömrə denən ki. Usta, istədim sənə çıxardım sən. Hani mən topladım sən İstədim sənə çıxardım səni. nə deyim mən sənə? Adım Akşindir. Kameramız oradadır. Bax, çəkirlər. Yerimizə çəkdik, aklımıza havan edirik. İnan səmimiyyətimə yanı dadı həqiqdən superdir. Prosto səhərdən ki 5-ci dönərdi, getmir. Mədə dolu. Bu boyda da mədəm var. Akvarele 50 lirə. Əxi, Sağ ol. sigaret 20 qəpik. Həqiqdən nə alırsan al gedək. Yox, bir dənə sigaret götürüm səndən. Halalığını verərsən? Xırdan yox. Yox, bir dəqiqə, yox, gözəl gözəl. Kenodan bir dənə qoyuruq, lazım Ay deyil. lazım deyil. 20 qəpik verin. Mənə bax, tanımadığımız eləməliyik də. Reklam oldu. YouTube'da bakarsan özüne. Gelen koy. Çekilişler. Çekilişler, bağışlayarsan. O bir dənə dişlənmişdi, onu ver alırım. Onu ver götürür, narahat olma. Hə. Allah köməyin olsun. Sen çörevi kazanacaksın, çekiş idi, prank idi. Bax, orada da kamera. Belə zarafat olur qaqaş. Və yerimi də reklam eləyirəm. Bibi, Allah haqqı yeməyin dadı var. Bilmiyorsun bibisiz kaldı. Allah eləməsin, səs yazır, elə demə. Dostum, bizdə anidəndir. Siz burada nə işlə məşğulsunuz? Ben burada misafirim. Misafirsin. Evet. Bəs burada əlində dəftər, ruçka nədir? Kendi hesabımı yapıyorum. Yəni özün yediyi oraya yazsan. Evet. Oo, belə çox bəyəndim, çox bəyəndim, çox mutlu oldum. Səbrimiz çatan qədər, yəni bu zarafat olsa da, yəni real da beləncik olanlar. Olur. Bir eşitmişəm. Real da belə. Onun üçün biz yəni bacardığımız qədər yəni çalışırıq ki, səbrimiz çatana qədər. Yaxşı olsun da. Yaxşı olsun. Sən keçmişdə idmanla məşğul olmusan? Yox. Amma gələcək belə işdə məşğul olasan da. Belə məşğul olmaq lazım. Amma bu şey oxşuyursan belə, vurub yıxan adam oxşuyursan əslində. Yox, atamanlıq sənlik deyil. Özündən müğayətən. Sağ ol. Sağ ol. Nə istəyirsən? Nədir? Gəlib əsədə yeməyə səbətidir. Sən aşpazsan? Yox, brat işləyirəm burada. Hə, buran sən işlətsən. Yəni buran sən etibar edirsən. Aha. Yəni mən də etibar eləyərəm belə obyektim olsa sən etibar eləyərəm. Çünki sən o etibarı qazanırsan, elə insansan. Mən nasıl qardaş? Burada nə işləyirsiniz, nə verirsiniz cəmaata? Cəmiyyətə nə xidmət edirsiniz? Yaxından çək. Bu xala pişirir yeməkləri. Xala çəkə bilərsən. Duzsuz pişirir. Hə, gəl bax. Duzsuz adı yox. Gəl xalanın yanına. Meyvə tortu xoşlayırsan? Bəli.
Bu xala ağzında ən xoşladığım şeyləri. Keçmişdə belə vurub yıxan adama oxşayırsan. Hə? Vurub yıxan, vurmusan cavab Bəlkə gəlirdi mən Belə yıxmağa. vurmuşam, amma yıkılmayıblar. yıxılmayıblar. Amma vurub çox xatalı adam oxşayır bu. Sən xatalı adamsan. Sənin isə keçmişin var, özü qara quradır. Adın çək buranın. Sağ olsunlar, İstidad. bizdə mehriban qarşıladılar. Maraqlı bir yerdir. Etsən. Uğurlar arzulayırıq onlara. Amma studiyo soyuqdur.